Bismillahirrahmanirrahim və bihi nəstəin və huvə xeyru nasirin və muin. Əziz izləyicilər, mübarək Ramazan ayının 10-cu günündəyik. Uca Rəbbimiz bu günlərdə öz rəhmət qapısını bizim üzümüzə açıb. Hədislərdə qeyd olunduğu kimi Ramazan ayının birinci 10 günü Allahın rəhmət ayıdır. İkinci 10 günü məğfirət ayıdır. Üçüncü 10 günü isə hürriyyət ayıdır, anıdır, hürriyyət 10 günlüyüdür. Əzizlərim, bu birinci 10 günün ki, sabah axırıncı 10 günüdür, o rəhmət günlərində gərəkdir üzümüzü Allaha tutaq və uca Rəbbimizdən istəyək ki, bizi o rəhmətindən uzaqlaşdırmasın. Bu günün duasında qeyd olunur. Allahümmə cəlni fihi minəl mutəvəkkilinə aleyk. İlahi, məni bu günləri sənə təvəkkül eləyənlərdən qərar ver. İlahi, bu yaşadığım dünyada ki, səndən qeyrilərinə təvəkkül eləyərdim, nəfsin, dünyanın istəklərinə uyub, onlara üst tutardım, onlara pənah aparardım. İndi səndən istəyirəm ki, bu rəhmət ayında məni təvəkkül əhlindən qərar ver. Hər bir əməlimdə sənə təvəkkül eləyənlərdən, səni yad edənlərdən olum. Vəcəlni fihi minəl faizinə lədeyk. İlahi, mənə bu günlərdə feyzə varanlardan, sənin rəhmətinə qərq olub feyz almağı mənə nəsib elə. İlahi, bu nəsibin olmasa heç bir əməldən feyz ala bilmərəm. Vəcəlni fihi minəl müqərribinə iləyk. Bəh, ilahi. İlahi, məni öz yaxınlarından qərar ver. Sənə müqərrib olanlardan, yaxın olanlardan qərar ver. Məndən üz döndərmə, məni özündən uzaqlaşdırma. Əgər məndən üz döndərərsənsə, aqibətim necə olar? Məni müqərriblərdən qərar ver ki, sənin həsənatıvi, sənin bəxşişivi, sənin hər nə gözəllik ki, bəndələrə vədə vermisən, onları dərk eləyə bilim. İlahi, məni müqərriblərdən uzaq tutma, məni Hüseynindən uzaq tutma, məni Peyğəmbərindən uzaq tutma, məni Həzrəti Əbəlfəzindən uzaq tutma, məni sənin yolunda canlı fəda eləyən insanlarından ayrı tutma. Onların yolu ilə gedərək şəhadət şərbətini nəsib eləyib, sənə qərib olmağı, yaxın olmağı mənə nəsib elə. Bi ihsanikə ya qayətət talibin, səni and verirəm yaxşılığa. Ey qayəti, ey arzuları, yaxşılıqları tələb eləyənlərin tələbini yerinə yetirən. Yəni, əziz izləyicilər, bu duada biz görürük ki, Allaha yaxın olmağın nə qədər əzəməti var. Və Allah təbarəkə və teala ona yaxınlığı, ona yaxın olmağın yolunu bu ayda bizə göstərir. Bu ayın orucu ilə bizə göstərir. Oruç tutun ki, təqvalı olasınız. Yəni, pəhrizkar olasınız. Günahlardan çəkinəsiz. Pisliklərdən uzaq olasınız. Allahın sevmədiyi işləri görməyəsiz. Təqərrüb yəni bu. Təqərrüb yəni o əməllər ki, bizi ondan ayrı salmır. Və ilahi təqərrübə çatmış insanların həyatı bizim üçün nümunədir. Bizi baxıb görür ki, Allah yolunda əzab, əziyyət çəkən insanların nə qədərinə ondan zövq ala bilirlər. Həzrəti Eyyub ki, xəstələnir, o xəstəlik vaxtı şeytan neçə dəfə vəsvəsə edir ki, gör Allah səni nə günə saldı, nə vəziyyətə saldı, varın getdi, dövlətin getdi, evlatların getdi, sağlamlığın getdi, yenə də ona üst tutursan, Həzrəti Eyyub bir zərrə qədər də olsun imanında dəyişiklik olmadı. Allaha təvəkkül elədi ki, şeytan onu yoldan çıxarda bilməsin. Bilmədi də və o əziyyətin zövqünü ala bildi. O əziyyəti çəkdikcə ilahi rəzaiyətin ona nəsib olduğunu dərk eləyib, şükür elədi Allaha. Və sonunda Allah da ona həmən o məqamını, varını, dövlətini, evlatlarını, üstünlüyünü, sağlamlığını geri qaytardı. İlahi, biz səndən dünya istəmirik. Səndən sağlamlıq var, dövlət istəmirik. Sənin rızayətini istəyirik. Bu dünyada da,
o dünyada da. Esselamu Aleyküm ve Rahmetullah.